Salam, kanalıma xoş gəldiniz. Bu videomda sizlərlə 5 dəqiqə vaxtınızı alacaq evdə olan ərzaqlarla hazırlanan bu gözəl görünüşlü keksi hazırlayacağım. Öncə qaba 4 stəkan un əlavə edirəm. Üzərinə 1 dolu stəkan şəkər tozu əlavə edirəm. Əgər şəkər tozunu artıq sevirsinizsə, stəkan yarım da əlavə edə bilərsiniz. Və 1 stəkandan 2 barmaq əski duru yağ əlavə edib, belə umaç halında ovuram. Sonra stəkana 1 dolu stəkan yenə qatıq əlavə edirəm. Qatıq 1 stəkandan 1-2 yemək qaşığı da artıq istifadə edə bilərsiniz. Əgər xəmiri hazırlayanda qatı olsa, təkrardan 1-2 yemək qaşığı qatıq əlavə edə bilərsiniz. Mən hələlik 1 stəkan əlavə edirəm. Sonra da isə 4 ədəd yumurta əlavə edəcəm. Dörd ədəd yumurtanı əlavə edəndən sonra 1 yemək qaşığı portağal qabığının rəndəsini əlavə edirəm. Sonra qatığı da əlavə edib, öncə biraz çırpıcı ilə qarışdırıram ki, yumurtalar açılsın. Sonra qaşıqla davam edəcəm. Və belə qaşıqla qarışdırıram tam həll olana kimi. Əgər qatı olsa bu arada 1-2 yemək qaşığı dediyim kimi qatıq əlavə edə bilərsiniz. Keks xəmirindən bir az qatı olur bu xəmir. Və soba listini yağlayıram. Hər zaman nə yağından istifadə etsəniz onu da istifadə edə bilərsiniz. Və beləcə artıq bişib, təxmini 30-35 dəqiqəyə bişdi. Gördüyünüz kimi çox gözəl qabarır, çox bərəkətli, dadlı bir reseptdir. Sizlər də hazırlayın, çox asan da hazırlanır, vaxtınızı almayacaq. Hazırlayan hər kəsə də nuş olsun. Kanalımı bəyəndiysəniz abunə olmağı, videomu like etməyi unutmayın. Sağ olun.